Hyundai Accent. Gördüyünüz kimi EPS-in işarəsi yanında qalır. Elektrik power steering. Yəni rulavoy sistemində problem var. Ruldakı daşlaşıb, fikir ver. Yəni rul belə vəziyyətdə fırlanır. Bunu necə sürür müştəri çox maraqlıdır. Yəni belə vəziyyətdir. Bir dənə yoxlayıb problemi sizə göstərəcəm. Deməli biz ilk işimiz adaptasiya eləməkdir. Yəni zamoku söndürürük, 20 saniyədən sonra açacağıq. Adaptasiya edib yoxlayırıq. Əgər problem düzəldirsə, bunun xərci maksimum 20-30 manatdır. Əgər düzəlmədisə, onda beyin təmirə gedir, onun xərci bahadır. Yəni biz ilk növbədə adaptasiya edirik, adaptasiya ilə düzəlmə ehtimalı var. Eləyib yoxlayaq, görək nə nəticə verirsə paylaşacağım, sizdən baxarsınız. Zamoku açırıq. Okey, vururuq. Gözləyək. İlk növbədə işin ucuzuna qaçırıq. Müştəriyə də ki, bunu məsləhət görürük. Deyirik, müştəri hansını seçirsə, ixtiyarı bizə verir, biz bu işlə məşğul oluruq. Yəni adaptasiya ilə düzəlirsə, əlavə xərcə ehtiyac yoxdur. Çünki elektronik modullar bəzən adaptasiya ilə problemi aradan qaldırmaq olur. Deməli, adaptasiya elədik, qardaşlar. EPS-in işarəsi düzdür, söndü, amma rul yenə də daş kimidir. Demək ki, bu adaptasiya ilə düzələn bir şey deyil. Elektron rulavoy sistemində, yəni beyin sistemində çox güman ki, problem var. Sökülüb təmir olunmalıdır. Sadəcə müştərinin imkanı çatmır, vaxtı da hal-hazırda yoxdur. Vaxt danışıb gələcək. İnşallah işi yekunlaşdırıb son nəticəni də sizlə paylaşacağım, baxarsınız.